Yoldaşımın ən sevdiyi soba pirojkisi edirəm. Xəmir üçün qaba 5 stəkan un əlavə etmişəm. Üzərinə quru may əlavə edirəm. Duz əlavə edirəm. Bir də su. Xəmiri yoğururam. Xəmir hazırdır. 1 saat mayalanmaya qoyuram. Pürəmiz də hazırdır. Kartofun içərisinə mən soğan əlavə edirəm. Soğanlı pürəni çox sevdiyim üçün soğan əlavə etdim. Yəni siz istifadə etməyə bilərsiniz. Xəmirimizi kündələr halına gətiririk. Məndə 18 ədəd kündə oldu. Soba listinə əlavə etdikdən sonra üzərlərinə yumurtanın sarısını çəkirəm. 90 dərəcəlik sobada yarım saat bişirəcəm.